Dördüncü fəsil. Plavnik səhər-səhər öz maşınını onun dalınca göndərmişdi. Dima Mercedes-ə əyləşdi və dərhal soruşdu ki, burada siqaret çəkmək olarmı? Sürücü üzr istəyib bildirdi ki, cənab Plavnik siqaret çəkmir. Dima narazı halda üzünü turşutdu. Vəkillər artıq Plavnikin ofisində oturub Renatı gözləyirdi. Keçən dəfə onları birinci mərtəbədə qarşılayan gənc qadın bugün daha da iltifatlı idi. Bu dəfə əyninə boz kostyum giyinmişdi. Yubqası dizdən bir qədər yuxarı idi. Qadın bu dəfə özünü də təqdim etdi. Adım Tamara'dır. Yosif Borisoviçin köməkçisiyəm. Çox şadam. Renat fikirləşdi ki, doğrudan da giyimini dəyişməli, bir yerdən özünə aborda kostyum almalı, kostyum, ayaqqabı, köynək, qalstuk, plaş almalıdır. Plavnikin kabinetində əyləşmiş Fransalı vəkillər özləri ilə yeni kağız dəstəsi gətirmişdilər. Hamısını yenidən oxuyub imzalamaq lazım gəlirdi. Sənədlər iki dildə tərtib olunmuşdu, rus və fransız dillərində. Renat növbəti dəfə fikirləşdi ki, özünə ya şəxsi vəkil tutmalıdır, ya da hüquq məsləhətçisi. Dima bekarçılıqdan vəkilin kabinetini gözdən keçirir, onun cazibədar katibəsinə göz vurur, içinə konyak qarışdırılmış qəhvə içirdi. Nəhayət saat 3-ə yaxın sənədlərlə işi başa çatdırdılar. Mən öz əməkdaşımı sizin ixtiyarınıza verirəm, Plavnik dedi. Buradakı mənzil və Ruboykovdakı bağ evini sizə göstərəcək, açarları da verəcəklər. Mənzildə hər şeyi qaydasındadır. Ora elə indi də köçmək olar. Bağ evində isə bəzi problemlər var. Sizə hamısı haqqında danışacaqlar. Sabah isə Nasionalda, Moskvanın mərkəzində 5 ulduzlu mehmanxana. Birgə şam yeməyində olacaq. Düz axşam saat 7-də sizi gözləyəcəyik. 2 nəfər iş otağınızı da dəvət etmək istəyirik. Ukraynadakı bəzi müəssisələrin səhmdarlarını. Mütləq gələcəyim. Renat söz verdi. Mənə yenə sözünüz var. Buyurun, sizin çek kitabçanızdır. Plavnik ona böyük bir zərf uzatdı. Burada İsveçrə bankının yerli şöbəsindəki hesabınızın nömrəsi də var. Hələlik 3 milyon dollardır. Fransada olduğunuz zaman qalan pullarınızdan da istifadə edə bilərsiniz. Yaxud da biz həmin pulları bura köçürərik. Sizə necə rahatdırsa. Sağ olun. Bir də ki, sizə canbidan lazımdır. Hətta bir neçə nəfər olsa daha yaxşıdır. Yanlış anlamayın. Siz böyük bir sərvətin varisisiniz. Biz hələ də bilmirik ki, dayınız və onun ailəsini nəyə görə öldürüblər. Fransa hökuməti müəyyən edib ki, kimsə Vladimir Glushenkonun villasına gələn vertolata bomba qoyub. Hamısı həlak olub. Glushenkonun özü, həyat yoldaşı, oğlu, mühafizə rəisi və pilot. Nə qədər ki, qatillər tapılmayıb, sizin üçün də təhlükə ehtimalı var. Qorxmaq üçün demirəm, mühafizəçi tutmağınız vacibdir. Mən onları haradan tapım? Renat təəccüblə dedi. Dima mənim yanımdadır. Bu kifayət deyil. Plavnik gülümsədi. İstəsəniz biz bu məsələni həll edərik. Dayınızın yaratdığı xüsusi bir şirkət var. Həmin şirkət məhz bu cür işlərlə məşğul olur. Biz təhlükəsizlik xidmətinə zəng edib sizin mühafizəniz üçün bir neçə sınanmış əməkdaş ayırmalarını xahiş edə bilərik. Mənə elə gəlir ki, ilk vaxtlar üçün 2 nəfər kifayətdir. Sizin maşınınız varmı? Yox, Renat dönüb Dimaya baxdı. Bizim maşınımız var. Dima cəld dilləndi. Laf yaxşı. Deməli, sizi artıq onlar gətirəcək və daim yanınızda olacaqlar. Onlar sabah səhər sizin mənzilinizə gələcəklər. Hansı mənzilə? Renat
başa düşmədi. Dedim axı, indi siz mərhum dayınızın mənzilini göstərəcəklər. İndi sizə mərhum dayınızın mənzilini göstərəcəklər. Hələlik orada yaşaya bilərsiniz. Əməkdaşımız açarları sizə təqdim edəcək. Nəzərinizə çatdırım ki, hələlik orada ev sahibinin bacısı oğlu kimi yaşayacaqsınız. Mənzil rəsmi olaraq adınıza keçdikdən sonra ev sahibi kimi yaşaya bilərsiniz. Başqa evlərdə də həmçinin. Bunların fərqini başa düşmədim. Əgər evin sahibisinizsə, onu satmaq, bağışlamaq ki, kirayəyə vermək hüququnuz var. Həmin evdə qohum kimi qalırsınızsa, orada yalnız yaşaya bilərsiniz. Mənzilə aid olan heç nəyi sata bilməzsiniz. Mən heç nəyi satmaq fikrində deyiləm. Ümumiyyətlə, sizin hakimələrinizi çox çətinliklə izləyə bilirəm. Necə lazımdırsa, elə də edin. Ora nə vaxt gəlib gedə bilərəm. Elə indi Tamara sizi aparacaq. Mənzilin açarları ondadır. Mənim sürücümlə gedəcəksiniz. Yaxşı. Bu söhbətlər də vəkillərin özləri də artıq onu yormuşdu. Sonra onlar sizi dayınızın bağ evinə aparacaq. Hazırda orada heç kim yoxdur. Hətta mebel də yoxdur. Görünür dayınız o evi satmaq istəyirmiş ya da dəyişiklik edəcəkmiş. Amma çatdırmayıb. Aydındır. Sabah sizi Nacionalda gözləyəcəyik. Xudahafiz, cənab Şərifov. Rinat başını tərpətdi və yorğun halda vidalaşaraq növbə ilə vəkillərin əlini sıxdı. Tamara aşağıda onları gözləyirdi. Əynində uzun boz rəngli plaş vardı. Deyəsən bu qadın üst geyimlərini də kostyumlarına uyğunlaşdıraraq alırdı. Aydın idi ki, Plavnik ona yaxşı pul verir. Tamara arxa oturacaqda Rinatla yanaşı oturdu. Dima isə qabaq oturacağa keçdi. Sürücü maşını işə saldı. Ev təzədir. Şəhərin elitar hissəsində yerləşir. Oradan Moskva çayına gözəl mənzərə açılır. Tamaradan çox gözəl, qeyri-adi qoxu gəlirdi. Mənzil 2 qatlıdır. 8 otağı, 4 sanitar qovşağı, jakuzzisi, böyük mətbəxi var. 4 il əvvəl alınıb. Mənzilin sahibi və onun ailəsi demək olar ki, orada yaşamayıblar. Şəxsi əşyalara rast gəlməmişik. Bəzi suvenirlər var. Mənzildə 4 ədəd rəsm əsəri gördük. Əgər birinin qiyməti $100,000 artıq. Hər birinin qiyməti $100,000 artıqdır. Görünür, onları mənzili bəzəmək üçün alıblar. Mənzilin özünün qiyməti nə qədər olub? Dima maraqla soruşdu. Bu səviyyədəki mənzillər üçün baha sayılmır. Onu hələ tikinti işləri gedən zaman alıblar. Buna görə də nisbətən ucuz başa gəlib. Cəmi $1,5 milyon. Lap ucuzmuş. Dima bununla razılaşıb başını döndərdi. Bəs indi neçədir? Rinat soruşdu. 4 milyona yaxın. Tamara işgüzar tərzdə cavab verdi. Amma evdəki qiymətli əşyaları da nəzərə alsaq, məbləğ 5 milyona çata bilər. Lap yaxşı, Dima yenə özünü saxlaya bilmədi. Düz 8 otaqdır. Hə? Tamara onun istehzasına fikir vermədən başını tərpətdi. Bir də Ruboykovdakı bağ evi var. Hazırda orada bir sot torpağın qiyməti $50,000-dan $100,000 qədərdir. Bir sotun xüsusilə vurğuladı. Oradakı qonşularınız yəqin ki, televiziyada görmüşsünüz. Yaxud onların haqqında eşitmişsiniz. Evin sağ tərəfində baş nazirin müavininin, sol tərəfində isə İrin neft şirkətinin rəhbərinin mülkü yerləşir. Hər birində təxminən 30 sot torpaq var.
yaxud da 3 milyon dollar. Dima heyrətlə fit çaldı. Əcəbdir. Bəzi bağ evləri sahəsi 1 hektardan artıq olan ərazidə yerləşir. Tamara hərisliklə gülümsədi. Bəzilərinin qiyməti 50 milyon dollara çatır. Siz jurnalistsiniz. Moskvadakı qiymətləri bilməlisiniz. Sadəcə olaraq bizi o barədə deməyiblər. Rinat riyaziyyatdan çıxdı və öz çek kitabçasını xatırladı. Dayanın, o xahiş etdi. Bəlkə əvvəlcə bir yerə gedib mənim qardırobumu təzələyik. Əlbəttə, Tamara dərhal razılaşdı. Mən özüm bu barədə sizə demək istəyirdim. Hara getmək istəyirsiniz? Universal mağazalardan birinə. Tamara yenə də gülümsədi. Gözlənilmədən ağlasılmaz sərvətin sahibinə çevrilən bu sadəlöv cavan oğlan onun xoşuna gəlirdi. Stepan, Petrovka pasajına gedək. Qadın sürücüyə göstəriş verdi. Sonra isə Renata müraciətlə əlavə etdi. Oradan istədiyiniz hər şeyi ala bilərsiniz. Ayaqqabıdan tutmuş paltoya qədər. Deyirlər, orada qiymətlər çox yüksəkdir. Sizin kimi bir adam üçün hansı qiymət yüksək sayıla bilər? Tamara çiynini çəkdi. Özünüz üçün hər şeyin ən yaxşısını seçə bilərsiniz. Mercedes pasajı Neglinka tərəfdən yaxınlaşdı. Tamara maşından düşüb binanın içinə girdi. Hiss olunurdu ki, bu cür mağazalara girmək onun xoşuna gəlirdi. Vitrinlərdən birindəki elanda xəbərdarlıq edilirdi ki, burada satılan kişi kostyumlarının qiyməti 3000 dollardan 5000 dollara qədərdir və xahiş olunurdu ki, bu qədər pulu olmayan şəxslər sadəcə maraq xatirinə içəri girməsinlər. Dima təəccüblə ətrafa baxdı. Bu cür elanların mövcudluğu haqqında heç vaxt eşitməmişdi. Tamara Rinat üçün 2 kostyum, bir neçə köynək və 2 gözəl qalstuk seçdi. Dima üçün də kostyum seçmək lazımdır. Rinat qətiyyətlə dedi. Qadın çiynini çəkdi. Milyarderlərin bu cür qəribəliklərinə vərdiş etmək lazım gəlirdi. Dimanın bədən quruluşuna uyğun kostyumu çətinliklə tapdılar. Hətta onu da bir qədər düzəltmək lazım gəldi. Sizovun əlvan köynəklərdən daha çox xoşu gəlirdi. Çoxdan bəri arzusunda olduğu dəri gödəkçəni əyninə geyinəndə sevincindən Renatı qucaqladı. Sonra ayaqqabı mağazasına keçdilər. Dima öz köhnə çəkmələri ilə vidalaşmalı oldu. Tamara 5 cüt ayaqqabı seçdi. 3-ünü Renat, ikisini Dima üçün. O, corablar, ayaqqabı kremləri, hətta tabankeş və bir cüt ev ayaqqabısı da aldı. Sən bilirsənmi, burada ev ayaqqabısı neçədir? Dima dostundan soruşdu. Yəqin ki 20-30 dollar. Renat cavab verdi. Bahalı mağazadır. 189 dollar. Dima xüsusi əhənglə dedi. Burada əməlli başlı müflisləşmək olar. Bu axmaq ev ayaqqabılarını almaq nəyə lazımdır? Renat acıqlandı. Amma Tamara artıq çeki vurmuşdu. Barda bir qədər istirahət edib nəsə yeyə bilərik. Tamara bildirdi. Hələlik isə hər iki mağazadan aldığımız şeylərin pulunu ödəmək lazımdır. Mən soruşmuşam. Onlar çek qəbul edir. Yəqin bir neçə min dollarlıq mal almışıq. Renat özünü itirmiş halda dedi. Hə, Tamara şən halda başını tərpətdi. 38 min dollarlıq. Onlar ayaqqabıdan bayırdan bəri təxmin etməyə çalışırlar ki, siz kimsiniz? Məşhur şovmen, bandit, yoxsa neft baron? İlahi, Renat divara söykəndi. Necə dediniz? Cəhənnəm olsun hamısı. Qaytarın bunları. Mən bir dəfəyə bu qədər pul xərcləyə bilmərəm. Mümkün deyil. Alışmaq lazımdır. Tamara məsləhət gördü. Bu yalnız başlanğıcdır. Siz hələ maşınları, yaxtaları
brilyantları, hətta xoşunuza gələn qadınları da satın alacaqsınız. Gedək bara. Renat həm də divara söykənib dayanmayın. Bizə baxırlar. 2 çek yazıb verin. Uşaqlar şeyləri maşına aparsın. Bara keçdilər. Qadın 3 stəkan təzə sıxılmış portağal şirəsi sifariş verdi. Gənc oğlan sifarişi dərhal gətirib çeki masanın üstünə qoydu. 1500 rubl. Renat az qala çıxıracaqdı. Bu nədir belə? Bu şirə portağalından çəkilib. Ya başqa meyvədən. Burada bir stəkan təzə sıxılmış portağal şirəsinin qiyməti 12-15 dollardır. Tamara izah etdi. Təzə sıxılmış şirələr yaxşı restoranlarda da 15 dollardır. Normal qiymətdir. Bir naharın qiymətidir. Renat acıqlı halda dedi. Milyonerlərin hamısından zəhləm gedir. Belə qiymətə şirə etmək olar. İstənilən mağazada şirəni 1 dollar yarıma almaq olar. Özü də bir stəkanını yox, 1-2 litrini. Onların hamısı suni şirələrdir. Tamara nəzakətlə izah etdi. Qida konsentratlarından, tozdan hazırlanıb. Burada isə tamamilə başqa keyfiyyətdədir. Bu normaldır. Yaxşı keyfiyyət üçün pul xərcləmək lazımdır. Onda burada nahar etmək 1000 dollara başa gələr. Renat əməlli başlı hirsləndi. Mən Moskvada belə yerlərin olduğunu eşitmişdim, amma bu heç bir məntiqə sığmır. Bəzən nahar üçün dediyinizdən 5-6 qatını ödəməli olacaqsınız. Aydın görünür ki, Tamara belə şeylərdən danışmağı xoşlayır. Bu ona xüsusi həzz verir. Naharın yanında yaxşı bir fransız şərabı da sifariş etsəniz, hesab bir neçə min dollar artacaq. Ümid edirəm ki, burada nahar etməyəcəyik. Renat tutqun halda fikrini bildirdi. Belə olsa, mən öz milyardlarımı 1-2 ilə yeyib qutararam. Bu mümkün deyil. Tamara etiraz etdi. Bəziləri belə naharı xoşlayır. Deyirlər ki, dövlət məmurları arasında o cür restoranlara gedib nahar edənlər çoxdur. Yəqin ki, məmurların əvəzinə onların yanına gələnlər pul verir. Renat saata baxdı. Gəlin hər hansı bir yemək sifariş edək. Amma əvvəlcə onun qiymətinə baxın. Əgər istiriti, dəniz ibrizi və xərçəngləri İngilis kraliçası öz əlləri ilə xüsusi olaraq bu bar üçün hazırlar. İpsə onlar mənə lazım deyil. Yoxsa burada normal yemək yoxdur. İndi sifariş verəcəm. Tamara Renatın nə üçün bu qədər əsəbləşdiyini anlaya bilmirdi. Sahib olduğu milyonlarla ömür boyu keyfdamaq içində yaşamaq olardı. Dünən Şəripov çıxıb getdikdən sonra Yosif Borisoviç qəbul otağına keçərək bir qədər çaşqın halda demişdi ki, axmaqların həmişə vaxtı gətirir. O, həmin sözləri atasını erkən itirmiş, çox gənc yaşda anasız qalmış, özünün də ailəsi tez dağılmış, heç yerdə işləməyən və yaşayışını güclə təmin edən bu yarı Tatar, yarı Ukraynalı gəncə aid etmişdi. Bu çox böyük bir ədalətsizlik idi. Pul onun heç vaxt arzulanmayan bir adama qismət olmuşdu. Və həmin adam bəxtinin nə dərəcədə gətirdiyini dərk edə bilmirdi. Tamara fikirləşdi ki, bu adamın pullarını necə də məharətlə xərcləyərdi və həmin fikirdən böyük həzz duydu. Deyəsən, oğlanın ondan xoşu gəlirdi. Fürsətdən istifadə etmək və bu cavan oğlanın işinə yaramaq lazım idi. Tamara 2 dəfə ərdə olmuşdu. 10 yaşında bir oğlu vardı. Plavnikdən həm maaş, həm də xüsusi xidmətlərinə görə pul alırdı. Təbii ki, Renat bunları bilməli deyildi. Hamıya məlum idi ki, Yosif Borisoviç quldurlara baş qoşmaq istəmədiyi üçün
cinayət işləri ilə məşğul olmağı xoşlamır. O əsasən mülki işlərə baxır. İri bankların maraqlarını qoruyurdu. Əcnəbi qonaqlarda yaxşı təəssürat yaratmaq, yaxud Sibirdən gələn zəngin əyalət adamlarını heyran etmək lazım gələndə Tamara işə qoşulurdu. Müştərilərin onunla tanışlığından sonra bütün sazişlər, bütün müqavilələr vaxtında imzalanırdı. Tamara'nın kişiləri yoldan çıxartmasının sadə bir sirri vardı. Bu qadın çox zaman bu arada danışmaqdan çəksələr də yaxşı bilir. Və kişilərin məhz hansı cinsi əlaqəyə üstünlük verdiklərini yaxşı bilirdi. Amma bu jurnalistin keyfi istədiyi vaxtlarda ona bağışlaya biləcəyi 5-10 min dollar pul Tamara'nı qane edə bilməzdi. Ona görə də qadın bütün gücünü işə salmışdı. Onlar bir saatdan sonra Moskvanın məşhur inşaat şirkəti tərəfindən düz çayın sahilində ucaldılmış böyük binaya yaxınlaşdılar. Hər kəsə məlum idi ki, həmin şirkət şəhərdəki xüsusi torpaq sahələrini və xüsusi inşaat layihələrini satın alaraq business class kateqoriyasına aid olan möhtəşəm binalar tikir və nəticədə daşınmaz əmlakın Moskvada onsuz da yüksək olan qiymətlərinin daha da şişirdilməsinə səbəb olur. Həlak olmuş oliqarxın mənzilinə gələnin kim olduğunu və bura nə üçün gəldiyini mühafizəçilərə uzun müddət izah etməli oldular. Nəhayət onları Vladimir Grushenko'nun mənzilinin yerləşdiyi 18-ci mərtəbəyə buraxdılar. Renat özünü narahat hiss edirdi. Sanki başqasına məxsus olan mənzilə zorla sahib olacaq ya da gizlicə kiminsə sirrini öyrənəcəkdi. Tamara qapını açdı və mənzilə daxil oldular. Qadın onların heyrət dolu baxışlarını görüb razı halda gülümsədi. Sanki bura onun öz mənzili idi. O, hündürdabanlı ayaqqabılarını yerə bərk vura-vura mənzilin içlərinə keçdi və 2 mərtəbədə yerləşən böyük mənzilin bütün ağlasığmaz genişliyini onlara göstərdi. Səslərini çıxarmayan və bir qədər ürkmüş Renatla Dima sakitcə öz bələdçilərinin arxasınca getdilər. Uzunu 20 metr olan vanna otağı, pəncərəsi çay tərəfə açılan qış bağçası onları heyrətə salmışdı. Yataq otaqlarının pəncərələrindən bütün şəhərə çox gözəl mənzərə açılırdı. Bütün vanna otaqlarında sahiblərini gözləyən təzə diş məncunları və fırçalar vardı. Uşaq fırçası gözünə dəyəndə Renatın üzü tutuldu. O, bu mənzilin də, pulların da faciəli şəkildə həlak olmuş, qohumlarına məxsus olduğunu yadından çıxara bilmirdi. Mətbəx sanki yeni əsrin nailiyyətlərini nümayiş etdirirdi. Onlar bəzi cihazların nəyə lazım olduğunu anlamır, sual verməyə isə çəkinirdilər. Soyuducu boş idi, amma xüsusi buz kamerasına mineral sular, şirinləşdirici iskilər düzülmüşdü. Kabinetdəki barda isə müxtəlif şüşələr vardı. Heç biri açılmamışdı. Sanki bura nə vaxtsa həyatda olan insana və onun ailəsinə məxsus olan mənzil deyil, kiçik bir mağaza idi. Onlar qonaq otağına qayıdıb geniş dəri kreslolarda oturdular. Bu da belə. Tamara Renatın gələcəkdə sahib olacaqlarını işarə edilmiş kimi əlini yellədi. Ev sizin adınıza keçməzdən əvvəl də burada yaşaya bilərsiniz. İndi gecdir. Sabah səhər Rublovoya da gedərik. Həlak olan qohumunuzun yaxşı zövqü varmış. Ev xidmətçisi həftədə bir dəfə gəlib buranı yığışdırır. Onun maaşını dayınızın qurduğu şirkətdən verirlər. Pulunu hər ay müntəzəm şəkildə alır. Xidmətçi əşyaları aşağıda növbədə olan qapıcıdan götürür.
Gedəndə isə yenə ona təhvil verir. Mənzilin təhlükəsizliyini binanın keşikçiləri qoruyur. Onlar da müntəzəm olaraq həmin şirkətdən pul alırlar. Bura başqa adam gəlmir. Qapının zəngi çalındı. İkisi də diskindir. Günün bu vaxtında xidmətçi gələ bilərdimi? Tamara yerindən qalxıb qapını açmağa getdi. Gələn sürücü idi. Bağlama və qutuları gətirmişdi. Onları dəhlizdə üst-üstə yığdılar və Tamara qonaq otağına qayıtdı. Özünə etiraf etməsə belə Dimanın burada olması onu bərk qıcıqlandırırdı. O qədər pul və vaxt sərf etdikləri bu yöndəmsiz qombul yanlarında olmasaydı, Şəripovla təklikdə qalardılar. O halda Renatı inandıra bilərdi ki, bu cür mirasın sahibinə çevrildiyi bir zamanda yanında ona kimin lazımlı adamın olması necə də vacibdir. Ancaq Renat Tamaraya o qədər laqeydliklə baxırdı ki, elə bil qarşısında 50 yaşlarında bir qadın vardı. Bu sadəlöv oğlan onun kimi bir qadınla görüşməyi heç xəyalına da gətirə bilməzdi. Tamaranın cəmi 32 yaşı vardı. Aralarındakı yaş fərqi çox olmazdı. Bununla belə Renat ona çox gənc görünürdü. Həyat təcrübəsindəki fərq özünü göstərirdi. Renat jurnalist olduğu halda Tamara qədər həyasız değildi. Biz öz işimizi bitirdik, artıq evə gedə bilərik. Qadın yenə də ümid edirdi ki, Dimanı özü ilə aparıb, sonra dövlətli varisin yanına qayıda biləcək. Amma bu şişman yaramaz hər şeyi korladı. Biz ikimiz qalıq. Səmimiyyətlə Renatı təklif etdi və o da razılıqla başını tərpətdi. Tamara özünü söyməkdən güclə saxladı. Hər halda özü istəmədiyi təqdirdə bu gənc yelveyinə yaxınlaşa bilməzdi. Pul insana ağıl gətirmir. Ağlasılmaz məbləğdə olsa belə. Qadın təəssüflə yerindən qalxdı. Ehtiyatlı olun. Heç nəyə əl vurmayın və sındırmayın. Bura hələlik sizin yalnız gələ biləcəyiniz və yaşayacağınız yerdir. Burada ikimiz yaşayacağıq. Dima qürurla bildirdi. Ümid edirəm dostunuz hərdən bir tək qalmaq istəyəcək. Tamara yılan kimi fısıldadı və giriş qapısına tərəf getdi. Qadın mənzildən çıxıb qapını arxasınca örtdü. Dostlar onu yola salmağı da lazım bilmədilər. Liftin güzgüsündə özünə baxdı. Hər şey qaydasında idi. Beylər, yüksək təbəqədən olanların yoxsul, əsli köklü olmayan adamlara verdiyi təhqiramiz ad. Beylər, qadın hisli-hisli deyinərək gözünü güzgüdən çəkdi.